Ramana qəsəbəsində göz oxşayan, bağ-bağçalı, yaşıllığı bol olan bir evi sizə təqdim edirəm. İnşallah ki, xeyirlisilə sahibinə qismət olsun. Həqiqətən həyətin gözəlliyinə doymaq mümkün deyil. Diqqətlə izləyin, zəhmət olmasa. Safxoz Ramana qəsəbəsində 163 nömrəli Bakobus avtobusuna uzağı 100 metr məsafədə yerləşir. 296 sayılı məktəblə evin arası isə piyada 2-3 dəqiqəlik məsafədədir. Yerləşmə yeri çox idealdır. 5.5 sot torpaq sahəsində 120 kvadrat 4 otaqlı həyət evi təqdim edirəm sizə. Həyətinin ayrıca bağ yeri də ayrılıb. Maşın girən hissə isə tamet döşənib ki, rahatlıqla ən azı 5 maşın həyətə daxil ola bilər. Əlavə olaraq həyətində sanuzel sanitar qovşağı var. Uzun müddətdir evdə yaşayış var. Şəxsi tikili evdir. Yəni sahibi illər əvvəl özü üçün tikib. Keçid alaq evin iç hissəsinə. Həyəti öncədən daha ətraflı göstərim. Üzr istəyirəm. Evin yan hissəsindən də rahatlıqla besetka etmək üçün yer nəzərdə tutulub. Buyurub baxa bilərsiniz. Yaxud da istəyən şəxs geniş bir otaq da əlavə edə bilər. Və keçid alaq evin iç hissəsinə. Kürsülü, qoşa daşlı bir evdir. Evin girişdən qarşısı bağlı balkondur. Həyətə də bu arada nəzər edin. Digər bir hissəsi isə mətbəxidir. Kosmetik olaraq xərc tələb edən işləri var, göz önündədir. Və əsaslı koridor hissədən otaqlara keçid. Girişdə ilk olaraq sanuzel sanitar qovşaq birlikdə inşa olunub, tam təmirlidir. Yəni burada heç bir xərcə ehtiyac yoxdur. Bu isə evin qonaq otağıdır. 4 bir tərəfli qoşa daşlı evdir. Sahəsi də 120 kvadrat qədərdir. Otaqların da ölçüsü tam normaldır. Bu isə bir yataq otağıdır. Ölçüsü ən az 6-nın 4-ə ölçüdədir. Heç bir pəncərənin də divar bitişikliyi yoxdur. Bu da çox üstün bir tərəfdir ev üçün. Və nəhayət digər otaqlarla tanış olaq. Qaz, işıq, su, internet, istilik hamısı daimi işlək vəziyyətdədir. İstilik sistemi kombidir. Bu isə digər bir yataq otağıdır. Və nəhayət sonuncu otağa keçid alaq. Bu isə kiçik bir uşaq otağı kimi hazırda istifadə olunur. Sənədi sərəncamdır. Qiymət ilkin olaraq 71.000 manatla satışda olacaq. İnşallah ki, real alana ev sahibi tərəfindən tam normal endirim güzəşt olunacaq. Hər kim alsa xeyirli olsun.